Bir daha xoş gördük sizləri. Deməli biz yeni bir bölümə keçid edəcəyik, rəng və simvollar. Səbəbini də dediyim kimi mən çalışıram ki, ArcGIS Desktop'dakı videolarımızla, dərslərimizlə biraz paralellik olsun, müəyyən qədər, düzdür, dəyişikliklər çoxdur. Və yeni başlayanlar üçün də bir rahat olsun ki, xəritəni çəkdik, çəkib bitirmişik. Artıq rənglərini verək ki, istədiyimiz formada gözümüzə həm uyğun, həm də çapa hazırlıq mərhələsi kimi eləyə bilək. Deməli, rəng və simvollar dedikdə hər bir layerin yaratdıqdan sonra avtomatik olaraq, default olaraq proqram təminatı ona bir rəng və simvol verir. Və bunu görmək üçün biz bunun yan hissəsindəki, sol tərəfindəki ox işarəsini vururuq və onun altındakı şərt işarəni görürük. Bizdə 3 növ, ümumiyyətlə ətraf mühitdə 3 növ obyekt olduğuna görə bunlar deməli nöqtəvi, xətti və sahə obyektlərdir və bunların da şərt işarələri müəyyən qədər fərqlənir. Biz indi nöqtəvi layerdən başlayacağıq və nöqtəvi layerin şərt işarəsini görmək üçün bir dəfə sol düyməni klikləməklə belə bir pəncərə açılır. Mən bu pəncərəni bağlayıram, sağ düyməni vururam. Sağ düyməni vurduğumuz zaman isə onun deməli rəngləri burada əks olunur ki, hansı rənglə biz onu dəyişə bilərik. Mən sol düyməni vururam. Burada başqa bir deməli qaleriyadan şərt işarə seçəcəm ki, hansı ki 2 layerdən ibarət olmuş olsun. 2 layer dediyim, yəni 2 şərt işarədən formalaşdırılmış şərt işarə. Artıq bu tərəfdə sağ düyməni vura bilərik. Sağ düyməni vurmamışdan öncə bunun deməli ölçüsünü də mən artırım buradan ki, ekranda görüntü yaxşı olsun və biz rahatlıqla görə bilək şərt işarəni. Və burada sağ düyməni vururam. Buradan rəngini dəyişəndə siz fikir verirsinizsə ki, bu şərt işarənin yalnız içindəki rəng dəyişdi. Qırağındakı dairəvi halqa formasında olan qara rəng dəyişmədi. Çünki bu 2 layerdən, 2 şərt işarədən formalaşdırılmış şərt işarədir. Biz bunu bir formada da eləmək olar. Necə eləyərik? Buradan yox, buradan onun outline color'ını bağlaya bilərik. Bu mövzuyu keçid eləyəcəm. Ancaq bu formada sağ düymə vurub burada şərt işarələrdə deməli rənglərdən istifadə edə bilərik. Burada əlavə olaraq raportda əlavə ediblər, onunla bağlı əlavə deyəcəm sizə. A-Dropper var burada. Bu proqramda yox idi ArcGIS Desktop'da. Belə formada götürüb istənilən rəngi klikləməklə ekranda olan digər layerin rəngini klikləməklə fərqi yoxdur, layer olsun. Hətta ortofotonu belə, mən burada ortofotonun gözünü yandırım. İstənilən bir yerin ortofoto üzərində olan rəngin burada klikləməklə həmən rəngi deməli buradakı layerə ala bilirik. Mən ortofotoların gözünü bağlayıram ki, bizi yormasın. Sağ düymə haqqında dedik. Bir də Color Properties'dən burada rəng ölçüləri göstərilibdir. Qırmızı, yaşıl, göy filan və s. bunların hansının faizi nə qədər olsun. Hazır əgər sizin əlinizdə elə bir deməli rəng kodları varsa, onlardan istifadə edib müəyyən rəngi əldə edə bilərsiniz. Cancel düyməsini vururam. Gəlirəm deməli bu hissəyə, sağ tərəfdə olan hissəyə. Bu bölümdə isə bizdə deməli seçdiyimiz layerin parametrləri, şərt işarənin parametrləri yer alıbdır. İlk öncə bu bölümdən başlayaq, qaleriya bölümündə. Qaleriya bölümündə desktopdakı kimi burada istənilən bir adı yazıb axtarış verə bilərik. Məsəl üçün bas stop olsun, bas yazıram. Bas stopları göstərir. Bas deməli özün, avtobusun özünü göstərir. Digər bitkilər falan, digər ona uyğun açar sözlərdən ona uyğun açar sözlərə uyğun tapdığı 60-a yaxın simvol tapıbdır, onu göstərir. Burada siyahıdır, vurduqda hansı axtarış eləmişiksə onları göstərəcək. Bundan X vurub həmən axtarışı ləğv eləmiş oluruq. Burada All Style'dır, bütün style'ları göstərəcək. Project Style isə bu proyektə uyğun olaraq stillər varsa onları göstərəcək. All Style'da biz saxlayırıq. Geri dönüş düyməsi ArcGIS-də bildiyiniz kimi sağ düymə vururduq, Properties bölümünə girib, Desktop'da Properties bölümünə girib, burada simvologiyaya daxil olurduq. Hansı ki bu simvologiyada artıq kateqoriyaları idi və s. Buradan eləyirdik onu.
Amma deməli ArcGIS Pro-da isə biz deməli hamısını bura yığıblar. Biz buradan elə simvolun üzərində klikləyib həmən bu bölümə qaydırıq. Deyək o simvol bölümünü sonra əlavə olaraq keçəcəm. Sonra ox işarəsini dedik, qaleriya nədir, axtarış bölümü bunları dedik. Burada bir də belə bir şey var. Simbol by attributdur. Bu da yenə də dedim simvologiyaya aiddir. Onu ayrıca olaraq keçəcəyik. Sonra gəldik burada deməli manage style nədən ötürüdür deyəcəm. Birinci bunları deyim. Deməli burada filtr var. Filtrdə list formasında görüntü var. Qrup şəklində var. Qrup kateqoriyası var və s. Bu formada deməli default olaraq əvvəlki vəziyyətinə qaytarım və mən özümdə default olaraq nə verirsə proqram ondan faydalanıram, dəyişmirəm. Və burada bu hissədə manage style var. Bu nə üçündür? Məsəl üçün burada hansısa bir deməli bölümü biz bağlamışıqsa, məsəl üçün push pins var. Bunu bağladıqsa, X vurub bağlamışıqsa, yoxdursa artıq burada siyahıda, biz buradan manage style-a daxil olub, buradan sağ düymə vurub, add eləyib, add style eləyə bilərik, add stem style eləyib, hamısını açıb buradan baxa bilərik. Push pins var, OK düyməsini vurduq, artıq orada əlavə olundu və yaxud new eləyib, new style özümüz yaradırıq, mobile style yaradırıq, import eləyib, hardansa hazır style formatları varsa, tapmışıqsa gətirib bura əlavə eləyə bilərik. Arc-kataloqu bağlayırıq və artıq simvologiyadan bura gəlib, baxırıq ki, həmən deməli icon gəlir bura, yoxsa yox, bəli gəldi. Biraz gec gətirir, amma gətirir bu hissəyə. Və burada kifayət qədər şərt işarələr mövcuddur, əvvəlkilərdəki kimi və əlavə olaraq da özümüz də gətirə də bilirik, özümüz hazırlaya da bilirik. Sonra keçirik buradan, indi artıq seçmişik biz şərt işarəmizi, burada dairəvidir. Mən burada dairəvi yox, üçbucaq şəklində belə bir şərt işarəsi seçəcəm, istifadə edəcəm. Gəlirəm Properties bölümünə. Artıq buradan şərt işarənin fil iç rəngini buradan dəyişə bilirəm, ümumi rəngini dəyişə bilirəm, burada da outline-ını dəyişə bilirəm. Mən bunu şərt işarənin ölçüsünü 20 olaraq artıracam ki, ekranda bizə 20 az oldu, 30 eləyək. 30 eləyək, ekranda bizə yaxşı görsənsin və ümumiyyətlə düşünürəm ki, editordan biz şeyləri də silə bilərdik, bunları da seçib silə bilərik. Bizə artıq bunlar düşünürəm ki, lazım deyil. Lazım olarsa yenidən çəkərik. Əksinə bura biz elə deməli maraq nöqtələrindən əlavə eləyək bir neçəsini ki, biz burada etdiyimiz dəyişiklikləri görə bilək. Sonra tutaq ki, boru xəttindən boru xətti çəkək, çünki bizə lazım olacaq növbəti ola bilsin videoda və bir də meydança poligon şəklində bir dənə də meydança kimi çəkəcəm ki, bizə lazım olacaq. Save eləyirik, davam eləyirik, deməli davam eləyirik şərt işarələrdən. Deməli bu hissədə seçdik bu şərt işarəni, rəngini dedik dəyişə bilirik, outline dəyişə bilirik. Outline-ın qalınlığını, məsəl üçün burada qara rəngdədir qıraq hissəsi. Yeri gəlmişkən buranı izah edəndə bunu da deyim. Burada bizdə əvvəlki versionda da var idi, sadəcə orada funksiya var idi, belə x, y, demək y, x oxları var idi funksiyanın və orada biz mərkəz hissədə duran seçdiyimiz şərt işarəni böyüdüb baxa bilirdik. Burada da eyni şeydir, 400% böyüdə bilirsən, mouse'un ortası ilə də böyüdə bilirsən, sağa sola da çəkə bilirsən. Əvvəlki versiyona, desktop versiyona nisbətən daha sürətli işləyir. Burada ortasında mərkəz hissəsini göstərmək üçün krestik işarəsi, yəni üstəgəl işarəsi var. Onu yandırıb keçirdə bilərik buradan. Və qıraq hissədə gördüyünüz qara kantı görə bilirsiniz. Bunun da ölçüsü 1-dir. Biz onu 2 də eləyə bilərik, qalınlaşdıra bilərik. 1 daha yaxşıdır, 30. Sonra burada bucaq var. Bucaq, buradan sənə təklif elədiyi bucaqlar var. 45 dərəcə bucaq altında apply etdiyimizdə ekranda da dəyişir. Və yaxud da ki, özümüz yazırıq ki, məsəl üçün 30 dərəcə bucaq altında mən istəyirəm bunu fırlayım. Apply elədiyimiz zaman 30 dərəcə bucaq altında fırlayacaq.
silib enter vururam, 0 dərəcə bucaq altında saxlayıram. Sonra burada halo var. Bu da xəritədə və yaxud da ekranda dəyişsin, onu göstərir. Burada halo var. Bundan daha çox istifadə edirdik. Biz əsasən tekst məlumatları olanda istifadə edirdik. Bu arxasına kölgə verir, fon rəngi verir. Əsasən yazılarda istifadə edirdik. Məsəl üçün seçirəm white fill eləyirəm. Gördüyünüz kimi belə ağ kant verir. Bunun qalınlığını mən 2 eləsəm daha çox hissə olunacaq. Hərflərdə adətən hərfin öz fonuna uyğun yazılarda vermək olurdu. Çünki yazılar bəzən çıxırdı tikililərin filan yolların üzərinə. Onların rəngi ilə qarışmasın deyə belə bir ağ fondan istifadə olunurdu. İndi gələcək növbəti dərslərdə ola bilsin ki, istifadə edib göstərdik bunu. Halonu da burada yerləşdiriblər və bunu polygon simvol edirəm. Burada da fonlar var. Və burada 2 məsələ yaddan çıxdı. Bir bu yaddan çıxdı. Bir də burada deməli fill simvolda formatı var poligonun. Məsəl üçün belə bir format seçib bunun da rəngini qırmızı seçə bilərsən. İçinin rəngini tutaq ki, göy rəngdə seçirəm. Belə bir forma alınacaq. Burada belə bir imkanlar veriblər bizə. Bir də enable scale based sizing var. Burada ölçü nizamlaya bilirsən. Məsəl üçün mən deyirəm ki, tutaq ki, bu miqyasda, minlik miqyasda indi seçilidir. Burada hazırda görürsünüz aktivdir. Bu ağ rəngdədir. Hansını seçsəm, onun üzərində o dəyişiklik əks olunacaq. 30 vermişiksə, mən deyirəm ki, bura bir dənə əlavə edirəm. Deməli, əlavə eləməkdə burada sağ düymə, buradan da əlavə eləmək olur. Və yaxud da ki, bunun üstündə sağ düymə vuranda görürsünüz, add var, delete var. Add eləyib, deməli, bura nöqtə əlavə eləyə bilirsən. Add-ı vuranda yenə öz nöqtə atır, hansını istəyirsənsə silərsən. Bu nöqtə nədən ötürdü? Məsələn, 24 minlik miqyasda mən deyirəm ki, bunun ölçüsü mənim üçün olsun 5. Çünki kiçildikcə bu da böyüyür, axı öyünü ölçüdə qalır. Enter düyməsini vururam, apply edirəm. Deməli, necə oldu? 10 minlik miqyasda ölçüsü 30 point size oldu. Deməli, 24 minlik miqyasda isə 5 oldu. Yəni, xəritəni kiçiltdikcə burada miqyası görürük. 1000-dən 24 minə qədər eyni formada qalacaq. 24 mindən sonra artıq gördüyünüz 32 mində artıq kiçilibdir. İndi mən bunu buradan silsəm, delete etsəm, apply düyməsini vursam, nə qədər böyüdüyünü görəcəyik. Deməli, enable scale based sizing də bundan ötürüdür. Bunu da qeydini götürürəm. Videonu burada bitirirəm, çox böyük olmasın. Növbəti dərsdə digər bölümlərə keçid edəcəm. Bizi dinləməyə davam edin. Səhifəmizi bəyənib paylaşmağı, videolarımızı paylaşmağı unutmayın. Sağ olun.